Biri gəlib meçdə, deyib ki, mənə pul verin, zəkat. Əli ibn Əbi Talibin də güya ki, üzüyü olub. Güya ki, namazda Əli ibn Əbi Talib fikir qapıdadır. Uzadıb ki, gəl götür yəni. Namazda rükü verir. Birinci, namazda tərpənmək olmaz. Uşaq da bunu bilir. O ki, qaldı sahabi. Namazda tərpənmək olmaz, qaçı-qaçdır. Nə olub? Namazı qutarandan sonra verər də. Bizdə Əli ibn Əbi Talib kasıb idi, zəkat verən də öldü. Ona gəl Fatimə radiyallahu anh müminə Ömər bin Xattabın qaynanasını istəyəndə Peyğəmbər sallallahu aleyhi ve sellemlə Peyğəmbər sallallahu aleyhi ve sellem Əli ibn Əbi Talib dedi, nəyin var? Dedi, heç nəyin yoxdur, bir dənə qılıncınla zireyim var və s. Heç nəyin yoxdur. Heç üzüyü olmuyor. Qaldı elə müzikdən zəkat verər. Əmirül-Möminin rükuda zəkat verdi. Namaz bitərdi, sonra da verə bilərdi. Amma anı o an idi. O anda verdi onu. Rükuda heç gözləmədi namaz. Esselamu aleykum, rəhmətullah və bərəkatuhu. Hələ işarə eldi rükuda. Çünki o üns billah idi. Onun ünsiyyəti Allahla idi. İbadətə bağlanmamışdı bu mənada Allaha. İbadətin içində ibadət edirdi. Çünki o ibadətdə Allah ondan bunu istəyirdi. Buna deyirlər üns billah. Allahla üns qurmaq. Ünsiyyət qurmaq.